Qoca və dəniz əsərində qoca üçün sardina tutmağa icazə istəyən oğlana qoca nöqtələr oynamağı təklif edir. Nöqtələrin yerinə yazılmağı oyunun təsvir olunduğu şəklin üzərində yazılmış toponim hansı sualın cavabıdır? Qoca nə təklif edir? Ged orada şahmat oyna deyir, yoxsa ged voleybol oyna deyir? Yox. Bu Amerika üçün, yəni qitə olaraq Amerika üçün xarakterik bir şey olar. Xokkey olardı, amma xokkey də Şimali Amerikada daha çox, yəni Şimali Amerika materikində daha çox yayılıb. Həm də ki, əsərin özündə diqqətlə oxuyanlar bilir ki, orada beyzboldan söhbət gedir. Və oyunu da deyə bilərsiniz ki, beyzbol hansıydı, biz heç bilmirik o hansı oyundur, deyə bilənlər olar da. Ona görə digər oyunların hamısını bizdə məşhur olan oyunlardan qoymuşuq. Şahmatdır, hamı saat bilir, xokkeydir, futboldur, voleyboldur. Bu birisi dairəyə aldığımda beyzboldur. Və onun üzərində yazılıb Qars. Bu birislərdə Həmədan yazılıb, Tiflis yazılıb, Tehran yazılıb, Bağdad yazılıb. Bizə lazımdır Qars. Hansı sualın cavabı Qarsdır? İndi şəkillə qurtardıq. Keçək variantlara. Gələcək gün əsərində Firidunun gələninin Hikmət İsfahanı olduğunu biləndə onun haranı buraxıb bura gəlməsini təəccüblənir Tehranı. Bu elə ki, futbolun cavabı idi, getdi. Müsibət Fəxrəddin əsərində Fərhad Rüstəmgilin evini hara qalasına bənzədir? Qars qalasına. Deyək, qızın səndə könlü yox. Evləri də Qars qalası. Yəni, nə eləmək olar da? Qız istəmir, qaçırmaq olmaz. Ona görə düzgün cavab B. İblisdə hadisələr hansı şəhərin ətrafında başlayır? Bağdad. Aldanmış Kəvakibdə Yusif sərraclığa harada öyrənmişdi? Həmədanda. Kərəm Niftalıya hara əlinin çatmadığını bildirir. Deyir, Gəncəyə gedə bilmirəm. Qaçaqdır da. Tiflisə də əlim çatmaz. Tiflis. Deməli, B-nin cavabı Qarsdır. Ona görə düzgün cavab B.